xeyir olsun bizim dəyərli YouTube izləyicilərimiz, dəyərli abunəçilərimiz, siz Qarabağ sevərləri, Qarabağ azarkeşlərini, bütün futbol sevərləri, Qarabağ sevərləri bu canlı yayımda, daha doğrusu futbol oyununda xoş gördük. Bilirəm ki, bütün futbol sevərlər, Qarabağ sevərlər, Qarabağ azarkeşləri bu futbol oyununu oynayırlar, əksəriyyət oynayır. Köhnə adı PES-dir. PES 2000 neçə son bir il ərzində eFootball adı ilə dəyişildi. İstədim burada transfer paketləri özünüz bilirsiniz ki, təqdim olunur. O transfer paketlərindən oyuncu açılımı edək. Həftəlik oyuncu paketləri gəlir, transfer paketləri gəlir. İstədim oradan bir oyuncu açılımı edək. Sizlər üçün də, siz Qarabağ sevərlər üçün, futbol sevərlər üçün, bu futbolu oynayan şəxslər üçün də məncə maraqlı olar. Ona görə dedim, belə bir ictimai şəkildə bir video çəkək, yayımlayaq. Short, qısa videolar daha çox üstünlük veririk, canlı yayımlar açırıq. İctimai videolara da üstünlük verək. Daha doğrusu bu futbol Azərbaycan futbol azarkeşləri arasında da daha çox oynanılan futbol oyunudur. Ona görə də belə bir yenilik gətirmək istədik. Hal-hazırda bayaq qeyd elədiyim kimi daxil olduq həftəlik paketlərə, transfer paketlərinə. Həftəlik verilən burada epik, yəni əfsanə oyunculardan ibarət oyuncular var. Daha sonra Showtime oynayanlar bilər. Showtime bölümü var burada. Buradan da oyuncular təqdim olunur. Bunu isə qızıl, yəni pul hesabına açmaq olur. Bayaq qeyd elədiyim kimi həftəlik paket bizə təqdim olunub. Bu pulsuz paketdir. Oyunlar oynayaraq bu paketdən açma haqqı əldə edirik. Hal-hazırda bu paketə daxil oldum. Burada Camal Musiala kimi oyuncular var. Mamardaşvili bu qapıcıdır. Daha sonra Kvaratskhelia PSG-nin hal-hazırda məşhur ulduzu, futbolcusu. Daha sonra Atletico Madridin Pablo Barrios var. Johnsons, Pavilic bilirsiniz ki, Benfica'da dəhşət son vaxtlar Kərəm Aktürkoğlu ilə bir yerdə qan eləyən futbolçulardır, belə deyək. Daha sonra burada Kamada var, Alex Iwobi var və Talişka Fənərbağçadan futbolçu da qeyd ediblər, bura daxil ediblər. İstəyirəm bu paketdən bir açılım edək. Yəqin ki, könül istərdi ki, Kvaratskhelia yoxdur məndə. Camal Musiala var, 101-lik kartı, amma inşallah Kvaratskhelia çıxar. Buradan indi daxil oluruq ücrətsizə, yəni pulsuza getdik. Görək hansı oyuncu bizə, şansımıza hansı oyuncu çıxacaq. Hal-hazırda işıqlar yandı. Hansı liqaya gedir? Camal Musiala. Düzdür, Camal Musiala'dan çox Kvaratskelia'nı istəyirdim. PSG-nin oyuncusu, Gürcü oyuncusu, Napolidən transfer olunan oyuncunu istəyirdim. Amma Camal Musiala da pis deyil. Camal Musiala'nın da bir kartı var məndə, 101-lik. Bu yəqin ki, Camal Musiala'nın bu yeni kartı 101-dən yuxarı olar səviyyəsi. İndi isə bu hissədən çıxırıq, daxil oluruq. Daxil olaq. Aha, bu da transfer paketidir. Bu həftəlik transfer paketlərindən biridir. Oynayanlar bilir ki, müəyyən bizə oyunlar təqdim olunmuşdu. Onu oynayaraq bu 5 pulsuz açma haqqı. Bu transfer paketi Çempionlar Liqası ilə bağlı olan paketdir. Bizə 5 açma haqqı verilib, pulsuz. İndi o 5
açma haqqının 5-də istifadə edəcəm. Çünki bu paket Çempionlar Liqasına olan məxsus olan paketdir. Gör kimlər var. Alex McAllister, Liverpool'un unudulmazı. Gabriel Magalhaes, Arsenal'ın dayaq hücumçusu, stoperi. Neuer var, qapçı. Daha sonra burada Alex McAllister digər kartı da var burada. Maraqlıdır. Bunlar fərqli-fərqli kartlardır yəqin. Daha sonra Havertz varımdır. 3 cür kartı var. Hətta Showtime kartı da var. Griezmann yoxdur. Griezmann gəlsə əla olar. Ketelaere'ndə 2-3 dənə kartı var məndə. Lorenta var. De Vrij var məndə. Sonra burada Martinelli, Vlahovic, Hakan Çalhanoğlu, Nuno Mendes, Olise kimi oyuncular var. Konate kimi, Jan Sommer qapısı var. Di Maria, Tommy Abraham var. Mateo Nunes var. Sol qanat hücumçusu City'dən. Daha sonra digər Rafinha kimi, Vasquez kimi oyuncular mövcuddur burada. Daha sonra getdikcə digər liqalara düşən oyuncular. Kenan Yıldız var. İnşallah Kenan Yıldız gələr. İndi ilk top açılma bu paketdən, Çempionlar Liqası paketindən oyuncu açılımı edəcəyik. Getdik. İnşallah Kenan Yıldız gələr. İnşallah Hakan Çalhanoğlu gələr. Bizim türk qardaşlarımız, fəxrimiz, türk futbolçular. Hal-hazırda hansı İngiltərə Liqası McAllister pis deyil, yaxşıdır, pis deyil. 95'lik kartı özdə burada gücləndiricilik xüsusiyyəti də var. Sönən yaşıl xət gücləndirici bir xüsusiyyətdir. Bu futbol oyununa, PES oyununa yeni gətirilmiş bir funksiyadır. İkinci 4 dənə açma haqqı var. İndi 4-cü açma haqqından inşallah Rafinha istəyirəm gəlsin, Vlahovicdən, amma ən əsas Kenan Yıldız və birdəki Hakan Çalhanoğlu gəlsə daha möhtəşəm olar, daha sevindirici olar. 4-cü açma haqqında hansı oyuncu gələcək? Çempionlar Liqasına məxsus olan transfer paketi, oyuncu paketi. Hansı oyuncu? İngiltərə Liqası Konate, Liverpool'un orta heyət oyuncusu, yox, stoperi İbrahim Konate. Pis deyil, hələ ki Liverpool'dan bizə oyuncular gəlir. İnşallah bu dəfə deməyəcəm. 3 açma haqqımız qaldı. 3-cü açma haqqında inşallah türk oyunculardan biri gələr. Hal-hazırda işıqlar yandı, söndü. Yəqin ki bu dəfə hansı liqaya? Lig 1-ə, Minamino vaxtı ikən Liverpool'un oyuncusu heç lazım idi bizə. Cəmi 2 açma haqqı qaldı. Pulsuz açma haqqı. Çempionlar Liqası paketi. İnşallah ki kimlər gələr? Hakan Çalhanoğlu gələr, Kenan Yıldız gələr inşallah və yaxud da onlar da olmasa ən azından Vlahovic gəlsin, ən azından heç olmasa. Daha sonra Lucas Vasquez istəyirəm gəlsin. Getdik. Transfer paketi, Çempionlar Liqasına məxsus transfer paketindən ikinci açma haqqını istifadə edəcəyik. Görək kim çıxır. Getdik. İşıqlar yandı. İçərisi yaşıl xəttlərlə dolu. Çempionlar Liqası paketindən hansı oyuncu gələcək bu dəfə? Liga Portugal. Lazım idi bizə. Gyökeres olardı da bu çar. Yox, Zeno Depast. Stoperdi. Heç olmaz. Bir açma haqqımız qaldı hal-hazırda. Belə bir versiya ilə istifadə edək. Çempionlar Liqasının transfer paketi. Bir açma haqqımız qaldı. Getdik. İçərisi yenə də yaşıl xət yandı. İşıqlar parlayır. Hakan Çalhanoğlu, Kenan Yıldız, 2 türkdən biri gəlsin artıq. Hakan,
Devir, devir. Devir var idi da məndə də. Var idi da devirdə. Yenə də gəlmədi. Qismət deyilmiş. Yenə də bu top açılımı Çempionlar Liqası paketindəki top açılımları qənaət bəxş hesab etmək olar. Yenə də digər paketlərə üz tutaq, görək hansı paketlər var. Növbəti paket açılımında, transfer paketindən açılımlarda inşallah yenidən sizlərlə bu paket açılımını edərik. Əgər bu paket açılımından, bu transfer paketindən, top açılımından sizlərə bu paket açılımları, buradakı oyuncular maraqlı gəldisə, bu ümumiyyətcə bu ictimai videomuz sizlər üçün maraqlı oldusa, bir zəhmət bütün abunəçilərimiz, Qarabağ sevərlər, Qarabağ azarkeşləri, bütün futbol sevərlər, zəhmət olmasa bu videonu bəyənin, paylaşın, kanalımıza abunə olun. Hələlik gecəniz xeyrə qalsın.